Salam, hər vaxtınız xeyir. Bugün sizə çox maraqlı bir təkliflə gəlmişəm. Açığı belə ərazilər tez-tez qarşıma çıxmır. Hazırda Balakənin mərkəzinə yaxın Heydər Əliyev prospektinin üzərində tras yolun kənarına yerləşən çox maraqlı bir əmlakı sizə göstərirəm. Burada 27 sot böyük bir torpaq sahəsinin içərisində 2 ev satılır. Amma gəlin ən vacib məqamdan danışaq. Bugün bir əmlak alanda insanların ən çox diqqət etdiyi məsələ nədir? Əlbəttə ki, sənəd. Burada isə həm torpağın, həm də hər iki evin sənədləri tam qaydasındadır, çıxarışı mövcuddur. Yəni gələcəkdə sənəd necə olacaqsa ilə bağlı heç bir narahatlıq yoxdur. Birinci ev yarımtikili vəziyyətdədir. Amma yarımçıq deyəndə elə düşünməyin ki, sıfırdan iş görmək lazımdır. Ev beton kəmərlə tikilib, dam örtüyü hazırdır. İçərisində 4 otaq nəzərdə tutulub. Sadəcə zövqünüzə uyğun təmir edib rahat şəkildə yaşayışa başlaya bilərsiniz. İndi isə gəlin biraz həyətə baxaq. Açığı mənim diqqətimi ilk çəkən şey bu genişlik oldu. 27 sot torpaq insana çox böyük imkan verir. Burada fındıq ağacları da var. Həyətində su kəni, ayaq yolu və əlavə köhnə tikili də ev mövcuddur. Ən rahat tərəfi isə budur ki, kommunal məsələləri artıq həll olunub. Qaz, su, işıq çəkilib, hazır vəziyyətdədir. Yəni əlavə xərc və vaxt itirib xətt çəkdirmək məsələsi yoxdur. İndi isə biraz fərqli baxış bucağı ilə sizə deyim. Məncə bu yer təkcə yaşamaq üçün deyil, yatırım düşünən insanlar üçün də maraqlı variantdır. Çünki burada 2 ayrı ev var. İstəsəniz birini yaşayış üçün istifadə edərsiniz, digərini isə təmir edib kirayəyə verə bilərsiniz. Həm yolun kənarı olması, həm də mərkəzə yaxınlığı, həm də torpaq sahəsinin böyük olması bu əmlaka əlavə dəyər qatır. Və indi gələk ən maraq doğuran hissəyə. 27 sot torpaq üzərində 2 ev və sənədləri qaydası olan belə bir əmlak, qiyməti isə cəmi 44 min azəyinə təklif olunur. Məncə bu qiymətə burada ən böyük dəyər elə torpağın öz potensialıdır. Amma ən düzgün fikri yenə də gəlib yerində baxandan sonra yaranır. Yəni məntiqlə düşünsək, 44 min manata heç 27 sot torpağı düşmür. Maraqlanan şəxslər əlaqə saxlayaraq əraziyə gəlib baxa bilərlər. Real alıcı ilə qiymətdə razılaşmaq da mümkündür. Əgər bu təqdimat sizə maraqlı gəldisə, videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və səhifəmizi izləməyi unutmayın. Bizim üçün məsələ sadəcə bir evi göstərib keçmək deyil. Məqsədimiz Balakəndə və ümumilikdə regionda əmlak təqdimatına fərqli yanaşma gətirmək, hər bir evin, torpağın və obyektin öz dəyərini insanlara doğru şəkildə çatdırmaqdır.